Murad müəllim, niyə qadınlar yaxşı olanlara darıxdırıcıdır deyib, Bəli. maço tipli pis oğlanlara üstünlük verirlər? Xanımların əslində instinktiv olaraqdan bu duyğuya gəlməsi, onların nəsil artırma instinkti ilə bağlı olan bir duyğudur. Yəni ki, bilirsiniz, daha səsi xarizmatik olan, daha hərəkətləri biraz açıq olan və yaxud da hərəkətlərini kontrol eləməyən, biraz özünü insanlar içində aktiv aparan, sosial aktiv olan insanları daha tez qəbul edirlər. Fiziki əzələləri yaxşı olan, görünüşü yaxşı olan, xarizmatik olan oğlanları, boyu hündür olan oğlanları seçirlər. Bu da onunla irəli gələn bir məsələdir ki, bilirsiniz, insan fikirləşir ki, bu adamdan, bu kişidən daha yaxşı evlad dünyaya gətirmək mümkündür və bu evlad daha sağlam olacaq, daha möhkəm olacaq, daha dözümlü olacaq. Bu kimi duyğular hardadır? Maço xarakterli kişilərdədir. Bu xarakterli kişiləri isə belə deyək də dözürlər, hətta onlar əziyyət versələr belə onlara qatlanırlar, amma onlarla münasibətə girirlər. Bizim biraz instinktiv duyğularımızla birbaşa bağlı olan məsələdir.